Bir müəllim bir danışağımızı çəkər qabağa. Buna deyər ki, bir dənə şaxənin üstündə 3 dənə quşumuz vardı. Bir nəfər aşağıdan bir dənə daş atar, bu quşların biri düşər yerə. Neçə dənə quş qalar şaxənin üstündə? Danışağımız deyər ki, xanım müəllim, şaxənin üstündə quş qalmaz. Bu birilərə daş atanda onlar da uçub gedərlər. Müəllim deyər, xeyr, iştibah dedin. 2 dənə quşumuz qalar. Amma tərzi fikrindən də xoşum gəldi. Danışağımız hisslənib, deyər, xanım müəllim, bir dənə sual soruşa bilirəm sizdən. Deyər, soruş. Deyər, xanım müəllim, 3 dənə qız gəlirlər. Hərəsinin əlində bir dənə bəstəni var. Biri yeyir, biri yalayır, biri sorur. Bunların hangisi namzəddir? Müəllim dərheyni nabaværi, utana və əsəbi deyər, o iki yalayır. Deyər, xeyr xanım müəllim, o iki əlində həlqəsi vardı, o namzəddir. Amma tərzi fikrindən də xoşum gəldi. Nə qan qabanı